Hello. Görürsem de anam gelin bağında yok. Maşallah maşallah. Meyvelerimiz çok güzeldi. Şehirde olan daha belə meyvelerin belə bağın bağçanın həsrətini çəkirik. Çok güzeldiler. Uşaq vaxtı olanda heç bu qədər həvəsində olmurduq, heç bu qədər diqqət etmirdik. Ama yaşadıqca, böyüdükcə insan bunların qədrini daha yaxşı bilir, daha həvəsinə yanaşır. Maşallah olsun Allah'ın verdiği bərəkətə, Allah'ın verdiği möcüzələrə. Həqiqətən kənd həyatı çox gözəldir. Vaxtında qədrini qiymətini bilməmişik. Əminəm ki, mənim kimi bir çox xanımlar, bir çox bəylər də var ki, kənddə olan vaxtı, rayonda olan vaxtı bunlara o qədər də diqqət etmirik. Belki de uşaqlıqdan, belki de yaşımızdan dolayı, ama yaşaldıqca hər şey bizə daha dərin mənalı görsənir. Daha dəyərli görsənir. Maşallah babamın əkdiyi ağaçlar hamısı güzel bar verib. Meyvələrin sortunu bilənlər varsa kommentlərdə yazsınlar. Necə çox tatlıdır. Bundan da yalnızdı. Çok şey tatlı meyvədir. Babamın nəvələri hamısı şəhərdə olduğu üçün meyvələr qalıb belə. Güzeldir. Təbii, dərmansız, qatkısız. O kadar armut var. Babam bunları ekəndə hamısını həvəsindən əkmişdi. Uşaqlara meyvələrini verəcəkdilər. Həyatdır, hərimizi bir tərəfə saldı. Meyvələr böyüdü. Biz çox təəssüf ki, ildən bilə gələ bilirik. Bəzən də mənim kimi xanımlar, bəylər öz vətənlərinə gec-gec gedə bilirlər. Hal-hazırki sərhəd probleminə görə. 5 ildir gəlmirdim. İnan, çox darıxmışam. Meyvələr çox gözəl görsələr. Necə həsrətini çəkmişəm. İnsanın vətəni həqiqətən də fərqlidir. İnsan vətənini həqiqətən də dəyərini uzaqda onda bilir. Baxın, güzeldir. Bura Gürcistan'dır. Bura Marnəvlidir. Hər yer yaşılıq, sərin hava, təmiz hava, toz yox. İnanın, bir dənə də toz yoxdur. Nə külək yoxdur. Necə sakit, rahat havadır. Düzdür, bağımız biraz Allah ötü basıb. Bu da babamın ucu. Artıq o qədər də gücü çatmadığı üçün izindən gələ bilmir. Həqiqətən də vətən də yəni heç nə demir. Kommentlərdə ola bilsin, mənim kimlərsə qınansın. Ama neynəmək var? Evləndik, getdik, hərəmiz bir tərəfə düşdük. Ata yurduna belə gec-gec gələndə bir gözəlliklərə həsrət qalırıq. Ne güzeldir yay olması. Təmiz. Bunları səhv eləmirəmsə, hərəsinin özünün adı var, sortu var. Bunu babam yaxşı bilir. Mən bilmirəm. Bilənlər varsa yine deyirəm, kommentlərdə yazsın. Çox gözəldirlər. Kimlər vətən həsrəti çəkir, kimlər ev həsrəti çəkir, kimlər ata yurdunun həsrətini çəkir, yazın. Yazın dəftəşək kommentlərdə. Baxın, bu da gözəl almadı, qırmızı almadı. Bunu xatırlayıram, babam əkmişdi.